Salam aleykum dostlar. Zaqatalada belə bir gözəl panoraması olan ikinci bir obyekt yoxdur. Bura Zaqatala şəhəri, Heydər Əliyev parkı. Gördüyünüz bu obyekt Heydər Əliyev parkının yuxarı hissəsində Güləş məktəbinin düz yanında yerləşir. Dostlar, siz burada növbənöv qutablar və növbənöv mürəbbələr ilə çay içə bilərsiniz. Dostlar, hələlik siz bu videonu bəyənin və rəylərdə yazın. Siz Zaqatalada Heydər Əliyev parkında olmusunuzmu və ümumiyyətlə Zaqatalanı sevirsinizmi? Biz isə başlayırıq qutabları degustasiya eləməyə. Salam aleykum dostlar. Biz neçə illərdir qutab işində olduğumuz üçün qardaşımız bizi dəvət edib kafesinə qutab bişirməyə başlayıblar. Qutabları degustasiya edəcəyik və düzgün qiymət qoyacağıq. Bismillah. Dadı yaxşıdır. Sizin yanınızda çeynə yemək istəmədim. Sizin gözünüzün önündə. Bir balaca deyəsən sarımsaq qatıblar. Bir balaca duzu artıqdır, amma ümumən əksər yerlərdə verilən ət qutabından çox yaxşıdır. Təbii ki, ət qutabının ən mükəmməl olması üçün biz bunlara bəzi məsləhətlərimizi verəcəyik, daha da gözəl olacaq. İndi isə başqa qutabların dadına baxaq. Bu mozzarella pendirindəndir qutab. Bismillah. Ümumiyyətlə qutaba Holland pendiri çox yaraşır. Bunun əsas vətəni Türkiyədir. Biz özümüz menümüzdə var Holland pendirli qutab. Onu Türkiyədən gətirmişik. Bizdə də yəni kim eləyirsə çox qəşəng alınır. Buna da 5 qiymət vermək olar. Holland pendirli qutabı qəşəng, ət qutabı da qəşəng. 5 maksimum 5 qiymətdən 4 vermək olar ət qutabına. Holland pendirli qutabı da 5 qiymət vermək olar. Dostlar, bu kafenin üstünlüklərindən biri də odur ki, düz yanında namaz otağı var. Baxın, belə namaz otağıdır. Qadınlar da namaz qıla bilir, kişilər də namaz qıla bilir. Bu da namaz qılanlar üçün təbii ki, böyük bir üstünlükdür. Parkın içi, ictimai yer, ailənizlə gələ bilərsiniz. Heydər Əliyev parkı, Zaqatala şəhəri, namaz otağı, gözəl yer, çay qırağı ki, burada çox mənzərəlidir. Qanuni panoramadır ya.